Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları. Sponsorlar Bomba Belıçka Tumları, Şahs Electronics, Previta Vitamin Kompleksi, Permalit Boyaları, Mebra Az Mebel Elanları Platforması. Xoşbəxtlik adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövlü, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdur, kənd havası təmiz insanlara xoşdur. Kənd havası gülər sadə adamlar. Bu ne yaxşı mənə yox, bu illərdir iş mənim nömrəm bilmirdi. Ne yaxşı sən bulsun ama? Qoşqar, sənin telefonun olub, sənin telefonuna zəng bulsun. Bu, mənim telefonum olmayıb qaqa, mənim dədəmə yıxsından ha. Dədənə də yığanda telefonun zəzkəsi tutardan, dədənlə nə danışsın? Yaxşı, sən danış, yaxşı. Qoymadım bax telefon götürməyə. Görən nə deyir də? Yenə yığır, dən. Mani olma. Yox. Dənə mani olma. Hadi canım, ne tersen kaka, ne var ne yok? Salamatçılık kaka, şişirmende de böyle de. İş güç. Hay? Yığışırsınız. Ne yakşı? Bu, ne de sağırsın değil mi? Sağ ol kaka, sağ ol. Bana da davet edildiğin için sağ ol. Niye gelmiyorum ben 100%? Benim ağzım kabağına bir tane kuş. 100% oradayım. Babam, onda... Sen Bakı'nın arasından sen o maddiyyatın, yaxşı mı? Hay? Yok. Sen restoran adı demedin ha? Sen başka dur başlasın. Denen ki mesela o restoranın yanında böyük nəsə var, nəsə heykəl var, nəsə var. Ben taksine gələndə onu elə başlayalım da. Deyim ki, nəyin sen yanında saxlayarsan. Öpürəm qaqa, yaxşı. Oldu. Gördün mü? Gördüm. Harda qaldın qoşu? Toyğun yumurtlamağını gözləyirdin. Hay? Bu, nə yaman sevincəsən? Deyən toyuq çox yumurtlayır, hə? Yox, yumurta söhbət deyil. Həmişəki yumurtadır. Elə bir mənim Bakıda simvollarım var. Onlar məni yığmışdılar. Dedilər ki, axşam yığışırıq, sən də gəl. Lap yaxşı. Qoy dədənə deyim, yığışaq gedək üçümüzə. Çoxdan da Bakıya getmir. Yox, ana, qoydan qalın. Valideyniniz az böyle, siz hara gelirsiniz? Simvollaşlarım deyirəm. Özüm mən gedəcəm. Siz nağarsınız orada? Bildim bir dana sinif yoldaşların. Demir amma mənim sinif yoldaşlarımdır. Dədən səni tək buraxandır. Bir yerdə gedərik, oturarsan sinif yoldaşlarından. Ana, mən indi hər yerə sizinlə getməliyəm. Sən dədəvi tanımırsan, Dur verilən burada nəyə söz verirsiniz? Ha, ged icazə. Gör icazə verəcəkmi də, icazə verəcəksə gedərsən. Nə, harada dədəm? Bu zərə harattın sən? Bax oralara da necə harattın, uçmadı ki göyə. Burada tapdın. Təbrik edirəm. Tapdın. Təbrik edirəm. Bəh. Qasım. Deyirəm, sən bu nərd oynamağı nə vaxt öyrənəsən? Oyna. Nərd oynamağı nə vaxt öyrənəcəm? Sən oyunu oyna. Mən sənə açot verəsi deyirəm, nə vaxt öyrənəcəm, nə vaxt öyrənməyəcəm. Oyunu oyna. Mənəm, deyəm. Gülməyə kişisən, nəyə gülürsən? Bir dənə üçün var, söz. Bu zər də mən tərəfdədir. Baba. Bu zər verir. Deyirəm, axşamlar boş vaxtım çox olur. Gəl sənə nərd oynamağı öyrədim. Salam verək. Salam veliküm, salam qoşun, necəsən? Dədə, mən elə bir mənim dostlarım başda yığıncaq eləyirlər. Mən də çağırıblar, mən də getmək istəyirəm, gedeyim. Nə Bakı? Hay? Bakı nədir? Dostlarım deyirəm, məni çağırırlar. İndi var bir yığıncaqdır.
Elə belə 10 dəqiqəlik deyim qayıdım. Yox, mənə bax kəramət. Sən elə bil ki utdun. Sən qalibsən, çempionsan. Yox, oynadan, axıra kimi oynadan. Oynamıram. Axıra kimi də. Əş oynamıram da. Düz qabağıma görə o Bakı nə məsələdir? Gəl bəri görüm. Oynadın, axıra kimi Gəl oynadın. bəri görüm Bakı getmək nə məsələdir. Ay Qasım, Hı. axıra kimi oynadın. Oynamıram. Oynamıram, əl çək məndən. Mən indi kimi Ay tapım. at onunla səni gedir gəlir nerede oynayaq? Gedir gəlir nerede oynayaq? Bu da səhər birisi gün övlad uşaq sahibi olacaq. Gəlib atasından icazə alır. Ana, dədəmin çayı nə oldu? Ya nə olub sana, nə olub? Gətirdim dədənin çayı. Hə. Ala, da dədənin çayı. Gözdə səninkin də verirəm. Ala. Mən olmasam nə qayarsınız, siz bilmirəm. Hə. Mənə bilirəm dana nəyə çağırırsan? Gödərdin çaydım ki, mən dayanıram kənarda bala, mən qarışmıram. Bax, o dədən, o da sən. Özünüz danışın. Dədə, sən qadın qədər, mən sənə qulluq elə bilmədim, bir dəqiqə üzə. Bu Roskonun dürmə saskasıdır. Bundan sonra şəxsən özüm qulluq edəcəm, gözə bir dəqiqə. Ay Qoşqar. Valla sən öz başına niyə qərarlar verirsən ki? Ay. Hı? Niyə demirsən ki, mənim dədəm var, qoy bir dədəmlə məsləhət eləyim? Yumurta da verim sənə. Yox, bildim, onları bildim. Çox şirinçay eləyim onu. Onları bildim. Niyə demirsən ki, mənim dədəm var, bir dədəmlə məsləhət eləmək lazımdır? Dədə, o elə bir andaydı ki, elə bir mənim o ağzımdan çıxdana dedim gələcəm. Baxmadan ha. Sənin neçə yaşın var ki, sən özündən qərar verirsən? Ay, soğuk gör, mənim neçə yaşım var. Neçə yaşın var da? Neçə yaşım var da nə? Deyib bilək neçə yaşın var. Eyni sualı mən sənə verirəm də nə? Ay dədə, mənim neçə yaşım var? Yox da, oğul, de neçə yaşın var. Yox, məhəllədən keçirsən. Biri saat tuta bilir ki, ay Qasım kişi, sənin oğlunun neçə yaşı var? Bildim, sən mənə deyirəm, sən neçə Ona nə cavab verirsən? Neçə yaşın var? Ey, yaşlı da. Sən neçə yaşın var? Buna bax, görürəm mən çox sussam, siz qırışasınız. Ay Qasım, indi tam nə olub be? Dünya dağılıb, yekə oğlandına dostları deyib ki, gəl oturaq, bu da utanıb da deməyə ki, dədəm qoymur. Yekə uşaqlı deyib, hə gələrəm. Nə var ki burada? Nələrdir? Dostlardır. Ay qız, indiki zamanədə dost var. Dost sənin cibin. Sənin cibində pul olandan sonra çox adam səninlə dost olmaq istəyir. Dədə, sən bir şey yadında saxla ki, mən sənin mənə verdiyin məsləhətlərinə əsasən özümə ürək dostları tapmışam. Sənin sayəndə. İcazə verirdin də nə? Qasım, bax indi uşağın xətrinə dəyəsən, duracaq buradan birbaşa gedəcək qəbristanlığa. Allah rəhmət eləsin, rəhmətli yanava səndən şikayət eləyəcək. Arvad da girib yuxuva səni danlayacaq. Bax, sağ lazımdır bu yaşında danlanmaq. Dədə, bu söz denəndə nə? Bu, dədə. Ay dədə. Dədə, dədə qorxdum, bu söz denəndə qadan qalıb. Nə desin sən də? Görmürsən, utquna qalıb. Dədən bir şeyə razı olanda o dəqiq udqunur, xasiyyətini bilirəm. Sən canə? Hə. Dədə, bax sən qadan qalıb. Sən mənə icazə verəcəkdin. Bax, qaydandan sonra bir ay, ola bilsin uzatdım. Ola bilsin uzatdım, yorğun olmasam uzatacağım. 2 ayda, yaxşı 2 ay. Mən sənin bir dediyini iki eləməyəcəm. Bax, sənin əlini ağdan qaraya vurmağına qoymayacağam. Bax, kənddə kəsətdə hamı deyəcək ki, bax, öz uşağını bir oturacaq qabağına deyəcəklər ki, bax, Qasım kişinin oğluna bax, hamı bax, onlara nümunə göstərəcək dədə. Bax, elə ağırlı bir övlad olacağım. Hətta icazə verib də nə uzadırsan? Elə Qasım, getsin, elə. Deyirəm ki, Qəmər, Allah ölənlərinizi rəhmət eləsin. Rəhmətli anamın qəbridir, yadıma düşdü. Mən sən bacınla latariya oynayırdım axı. Onun pulunu gecikdirmişəm. Həmən günü də anam gəlmişdi mənim yuxuma, məni danlayırdı. Bacın gedib ona şikayət eləməz. Yo. Dəqiq. Nəmər elə adam deyil. Xəbərçilik yoxdur canımda, deməz, narahat olma. O anam niyə gəlmişdi mənim yuxuma?
Mən bilmirəm. Evet, güzel. Ben kaldım Irak'ta. Bütün her şeyi aydınlaştırdınız bir tane benim meselemden başka. Bana icazə verdin, vermedin. Ben yemek yiyemiyorum. Bir tane Bala, da sən elə yerdən and verdin ki, Hə. mən rəhmətli imamamdan keçə bilmərəm. Mən sənə yox desəm, hər gecə gəlib məni danlayacaq. Heç nə də bala, get də. Get, Hay. get, Getirəm elə mi? Get. Hay. Denek abi. get. Sen kadar kanıma dedi. Dəqiq. Seni öpeceğim. Öp. Öpeceğim dedim. Öp. Ama koy serbest öpümden. Her defa koymursan. Öp. Koy rahat öpeceğim seni. Yavaş, yavaş. Nə var sən banka qoyursan? Sen kadar kal çok sezimden de. Ben her yerde diyorum ki benim bir tane dedem var. Her yerde diyorum. Camı kimdə 2 dənədir? Hamıda bir dənə də. Yok sana ben de o kısısı diyorum. Heç nə də bala, get də get. Get. Yaxşı, get. Mavi gözünde ulduzlar yatar. Birce bakışla günü oyadar. Gel bakışınla baharı qaytar. Kuşlar qayıtsın, koy qatar. Hayır. Demeye de utanırım. Diyorum varın sen bana biraz. Ne olub bala, elin qaşınır? Hay. Başa düşmədim, elin qaşınır, ne olub? Diyorum dana yani varınsa. Başa düşmədim. Aynen. Siz beni onsuz da ömür boyu başa düşmüşsünüz. Oy. Siz beni cəmi bu evde bir defa başa düşürsünüz. O da benim 6 aylığımda. Ağlayanda bildiyiniz ki qoşu acıb. Başka heç. Da açıq de dana, sən nə bilim nə qarsan sən? Bildim. Həyatımıza. Gəl çıx dana, gəl çıx. Hadi. Bunu gələ, bu amanatı apar ver Rəğbət əmdə şəhərdə. O da sənə amanat verəcək. Qoy cüzbə, baxma, şəhər yerdə birdən lazımın olar. Mənə bax. İmkanım varsa qoşunu görün baxım deyilə. Bizdə onsuz da pul həmişə iki şəkildə verilir. Ya toyuq şəklində, ya da süs şəklində. Nə deyirsən? Mən hələ bir də görmədim ki, desinlər ki, Nə deyirsən? ay, Nə deyirsən? şey deyirəm də, satanda deməli satıram Rəğbət əmmiyə, Hə. onu yadbaşı Ay, sağ ol. yazırdım ki, belə. Gel oğlum, get. Sağ salamat. Get. Yaş özünüzə yaş baxın ana. Sağ salamat. Mamam boya qurban olsun. Evet, yapma, Nəysə, sən canım, keçən hiç. sağollaşım tarixəcə mən sənin ödür qadan olaram. Yaraşıqlı, Sağ ol. indi kürək oğlum. Sağ ol dədə. Sağ salamat. Gözdə gedim su gətirim, hə? Su Yox ana, gətirim. uzanacaq sən canım. Gedib vedrə tapası, o suyu doldurarsan. Mən bir paket satarım. Susuz gedirsən. Narahat olma. Alacağım, yolda alacağım. Mənə bax. Hə. Ağırlı ol ha. Başla. Bax şəhər yeridir. Bəli. Bildin? Mənim uşağım ağıllıdır. Yeri. Hə, qadan alar. Bax, bu şey ben paket satmışdım, bax. Mən Hə, bax. yaxşı, Yeri, get. yeri. Get. Özünü yaşa. Sağ salamat. Öyrəşməmişik dana, həmişə gözümüzün qabağında olmusan. Nə qaraq, öyrəşməmişik böyüməyə və. Hiçbir gülerle görmüşem gülümsende. Üzüm gülür biz görüşende. Yazda çiçek, kışta yıkar gözlerini. Bir vefalı yar gözlerini. Neylesin bu yollar? Hə, dədə qadan qızarım sizin başına. Tamam, bir paket sattım. Buradan qaydım da, gedirəm də, buradan. Nə bilim, nigaran qalıram da, məndən olsa Bakıya qədər bax belə gəlirəm dalınca, ayrıla bilmirəm ha. Ay, qadan qızarım sizin. Mən Moskvaya getmirəm amma Bakıya gedirəm də, gedib qaydacam da, hə. Qadan alaram səni. Yaş. Efendim, sen de Erdal. Deyirəm, axırıza bax məni qucağınıza alanda bu qədər öpmüşdünüz, uşaq fotolarına. Dua verim deyirsən. Vay, sizə elə bir tamada söz verib, hər hanginiz bir xeyirda verirsiniz. Siz mənim toyumda nə qarasınız? Hə, qadan alım. Olsa mən danışa bilmirəm, amma mən danışan kimi kövrəlirəm bax. Maşın gitti. Getir, Maşın gitti. Qısaramaz qalın. Onun gələk ayağını düzəldəm gəlməz. İlk dəfə demişəm, düzəltmir sana. Oy. Darxıram, ay qasım. Bir darıxıram. Abala darıxırdın, qoymazdın da geçsin. İndi çıxdı ki qapıdan. Müğayət olay, paçka pırlar tökülər başımıza. Hələ ki dolanlam. İşte bunun şotuna dolanmırsan, bunun şotuna dolanırsan.
Mənim həmişə yox sözümü düşürsən üstümə. Hə eləyənə kimi diləşirsən məndən, axırda da bax belə olur. Əşi nə olsun Bir maraqlan da zəng elə. İnan ki konturun getməsin deyə eləmir sənə. Bax xəsisliyin tutdu yenə. Uşağın da maraqlan. Hay atonla səni ya. Günah məndədir. Dinən ki, arvadla niyə mübahisə edirsən ki? Bilmirsən arvadla mübahisə eləyəndə bir tərəf haqlıdır, bir tərəf kişi. Heç eləmə Qasım. Heç zəng eləmə, lazım deyil. Mən gedərəm Mahirənin telefonundan zəng eləyərəm. Eybi yoxdur. İndi sənin telefonun var belə eləyirsən. O telefonun azları olsun mənim ürəyimə. Mən özümə telefon alım, sən də bax Qasım. Şimdi mənim telefonum telefondur. Mənim telefonumu zaletkadan çıxarsan 100%. Birinci qudokda düşür 1'ə. İmkan verməz yayın günü priyanlikimizi yiyəyik. Mən götürməm sonra. Nə? Ayran. Yayın günü ayran. Uşağından başqa hər şey fikirləş ha, hər şey. Üstünə xiyar da var. Nə? Üstünə xiyar da var. Ürəklərə bahar gələr, örüyünüz ipək olar, gözünüzdə dünya gülər, baxışınız çiçək olar. Lalənin közündən gözəl, bulağı gözündən gözəl, Lalənin közündən gözəl, bulağı gözündən Salam qaqa. gözəl, qəlbimi... Salam Qoşqa. Yaxşıyam, sağ ol. Sən necəsən? Öyle bir dakika. Ha burada bir giriş var. Ne dersen kanka ne var Sağ ya? ol, yaxşıyam. Sən necəsən? Sağ olun kadınım şükür. Yaxşı Nasıl olasın. işler? Yaxşıdır, hər şey qaydasındadır. Səndə nə var? Nə? Ben de böyle yorgunsuluktan yol Yaxşı olasın. Yaxşı Kanka ol. benim buradadır. Müəllim buradadır. Ha, o kadınım. Bir de ona hem de def geldim. Yaxşı? Yox. Nə sözün var dinən mənə? Mən deyim də müəllimə. Yok söz değil daha doğrusu. Elə bir aynı oyun getmişim. Onu ona vermeliyim de başa Söz şutuyorum. ver mənə, mən verərəm. Yok kaka öyle değil lan bu. Deyərəm Qoşqa gətirib də. Yok o yine her şey değişmiş. Özüm benim lan ha. Ma emanet etler ben onu verim gelim. Mənim işim bu deyə Qoşqa, mən baxmalıyam. Hiç ama. Mən qoyum mən. Öyle bak. Mən baxım. Heh. Bir rahat bak. Pendir, yağ, He? yumurta, sınıb özü yumurtalar. He, ne de canı sağ olsun. Ne olacak? Kalbimiz sınmasın gaga. Esas kalbimiz sınmasın. Hə, indi gördüm. Şu önde gidebilirim ne gaga? Ha, gedə bilərsən. Sen canı yerim. Yaxşı Gedə götürürüm bilərsən. seni. Sağ ol Qoşqa. Get. Boy. Gör kim gəlib, hə? Gör kim gəlib, hə? Rəhmətlik Qoşqar kişinin oğlu Qasımın gözünün ağarası bir oğlu. Pəh! Evet, daha ondan sonra öyle kısaca Koşkar geldi ha. Adım can yadından çıkıp tabii. Koşkar. Evet, bizim də Qoşqar. Neyse, nə ürəyin istəyir, nə gətirsinlər, nə içirsən, nə yeyirsən. Yok Rahmet abi sağ ol, çok sağ ol. Yemişim de içmişim de. Dedem dedi ki bunu Rahmet abi verirsen kənd məhsullarıdır. 80 mat verəsən. Nə gətirmişsən ki, bala? Bir bilək də nədir o? Öyle bir şey yazmışam ki. Rahmet abi deməli o hayatımızın o göy otundan yeyip səhər radelerinde öz hinindən çıxıb bir də gecə radelerinde öz hininə döyən o əzab əziyyətlə işləyib pul qazanan töyüğün yumurtası. Təqdimata baxayım. Sonra heç mən öyündə elə sevgi, məhəbbət, sayğı görməmişəm. Anamın o sevgisiyle, qayğısıyla böyüyen o inəyimizin sütündən hazırlanmış pendir. Sonra bir tane de boz inəyimiz var. Deyil, bu başka inəkdir. O da heç də sevgidə, qayğıda o biri inəkdən geri qalmayan həmin onun sütündən hazırlanmış qatıq. Rəğbət abi, bu dəfə boz inək demişlər, yadıma düşdü. Hər dəfə yadıma düşəndə tüklərim bız-bız olur. Girdim tölüyə, gördüm bu boz inək yoxdur. Özümdə fikirləşirəm ki, görəm bu inək harda ola bilər. Bir elədim, tapamadım. Ha, bala. Qay, Bir dəqiqə deyəni, mənə bu boz inəyin tarixçəsi lazım deyil. Nə gətirmisənsə qoy bura. Ala bax bu yüzlüyü. 20 manatımı qaytar, 80 manatımı götür get. Rəğbət əmi, xırdam yoxdur. Denə üstü qalsın, Denə lazımdır, canın sağ olsun. O demək ki, 80 manatdan ha. Ay bala, bəri bax. Yoxdur, belə canın sağ olsun.
Qoy qalsın səndə. Ay nə gözəl Rəğbət əmi. Allah ürəyinə görə versin. Həqiqətən çox sağ ol. Ha bir dəqiqə deyəni. Hayda. Get çöldə mağazin var. Oradan xırdala gətir o 20 manatı ver mənə. Ya da ki, ver mənə, qalsın məndə. Yox. Qoy elə məndə qalsın. Elə bir ki, Rəğbət əmi, gəl elə bir biznes quraq. Biznesə bax. Deməli, bunu mən səndən götürəm, eləmi? Gedirəm evə. Gələn də mən sənə kənd məhsullarını gətirəndə, sən məndən ad alasan. Elə bir 20 manat oradan məndən ad alasan. Yox, qəti. O 20 manata mənim ehtiyacım var. Evin behin verməliyəm. Nə danışsan sən bu? Ay 20 manat eləmi? Yeri git xırdala götür gəl. Onda heç nə deyəm, bunu sənə tez xırdalayım, gəlim, işim çox deyil, Rəğbət əmi, işim çox. Yer. Biznes adamıyam. Yer. Sade adamlar, balam gel havası, sizi hörmətle salamlar. Qasım, bax o bitkiyə yer qalıb, hamısını eləmirsən, bu bir dam oranda belinə gedək. Yox, Əməl, bəs yorulmuşam, səhər eləyərəm. Az qalıb da, bugün işin sabaha qoyma. Bax o bir damcı yeri, elə gedək. Salam bölək, yorulmayasın. Yorulub, dədən yorulub uca bala. Yorulub? Yüngül. Dədəcür sənə nə almış? Nə? Nədir bu? Bizon. Bizon. Adama bir dənə, birini seçin. Qırmızı Qırmızı mamur, mənim. qara sərin, Aha. ağda mənim. Diyan. Mənə bax oğul, mən bunun yarısını içim, yarısını da saxlayım sabaha. Ay, elə də bahalı deyil, yaxşı. Lazım olar yenə alaram. Onda hər gün al. Hər gün. Hər gün. Söz. Vəssalam, duş eləyim. Ana işlənə. Çirə. Sərin, bəh. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Ay bala, neyinirsiniz siz burada? Ay kızım, toyuqlar qalıb çöldə. Bu mal heyvan qalıb həyətdə, bunları yemək vermə. Tüm tutuyorsunuz burada. Sənə qadın qanım, mən bir dəqiqə mal qara qaşımına, bir dənə babına bax. Qara, hər birə bir iz qalmış. Sən zana bir dənə dadına bax bunun. Bir dənə dadına bax. Dayan oğul. Bir dəqiqə sən istirahət elə də. Nədir? Toyuqcuza qaçmır ki. Bir şey tapıb yiyəcək. Heyvan da həmçinin yiyəcək, yeyib girəcək yerinə. Vəssalam. Bəyəndin? Çox xoşuma Mən gəldi. qovranda bəyənmirsən, beliçkanı bəyəndim. Sənin aile bu ayrı. Maşın cehizi var gelinimin ay gelinimin. Maşın cehizi var gelinimin ay gelinimin. Yüzüne hasret atarır göğüdeki.
Bala, sən evə gəlin gətirəndə gəlinə deyərsən ki, bütün elektronika mallarını şahsdan alsın. İndi bildim, şahsımız var. Amma qız yoxdur. Bunu mən tapdım, onu da sən tapdın, mən tapım. Bax şahsın 2 qaplısı da var. Arvada deyərsən ki, alanda 2 qapılı alsın, yaxşı? Bir qapısından biz istifadə edərik, bir qapısından da siz. O ne boyadı sen alıp evi boyamışsan? Bəs hansı boyadan istifadə edeyim? Permalit boyaları. Permalit'in Termomax seriyası boyaları hem mat hem ipek mat, harici fasadlar için yarı mat ve mat seriyalarında boyaları var. Antibakteriyaldır, silikonludur, tez silinendir, uzun ömürlüdür ve en esası solmayandır. Sen usta hani bunları sen bilmelisin. Düzdür. Ana! Kadın hanım, nədir bu şakka şak, nədir bunları çəkdirən, nə çəkirsən ki? Heç nə bax, qoşu. Deməli bu bizim köhnə mebelimizin şəklini çəkdim. Bax indi yerləşdirirəm mebra.az saytına. Bunu buradan yerləşdirirəm, burada satıram. Özümdə bax 300-ə yaxın mağaza var. Oradan ürəyim istədiyim mebeli seçirəm, təzəsini alıram. Bu. Hə. Elə asan deyirəmi? Hə. Bax adamlar var da məsələn köhnə mebel istəyirlər, antik bir şeylər istəyirlər, düzdürmü? Bizim də bu köhnə mebelimiz nənəmdən qalıb, nənəmdən. İndi məsələn bunun da öz alıcıları var da istəyirlər. Bax yerləşdirirsən o yerə, girirlər antik mebel istəyəndə girir onu alır, qutardı getdi. Qardaş, mən bilmirəm, sən nəyi deyirsən? Ay Qəməl, mənə deyir ki, sizdə antikvariat, mebel var, qoymusunuz elanlara. Hə indi qoydum da, mebra.az saytına qoydum deyə bu bufetimizi qoydum. Yəqin ona görə zəng edir, denən satırıq dedim. Qardaş, bizdə bufet var, satırıq, arvad qoyub, hara qoymusan? Mebra.az saytına. Mebra.az saytına. Hə, oradan qoydum. Oldu, hə, onu bayaqdan yıxıldı. Gördün. Oo, surata bax. Hə. Onda deyirəm mən də çarpayımı dəhşətana belim dəyişir. Ha bala, sənə dedim ki, onu gəlin gələndə gətirəcək. Gel havası sizi hürmetle salamlar. Ali ömür bəxşedir insana, o könül verir eşqə hicrana. Müqəddəs əməl ilə keçir qoca dünyadan, yaşayır yaradır sevilir insan. Kaldırın Murat, kaldırın Murat. He? Kaldırın Murat kardeşler, kaldırın Murat. Qaldırın bırak deyəndə ki, mağda süzdünüz, daha xətrinə dəymədi. Siz vurun, mən də sizə baxım. Yekə oğlansan, bu hər dəfə olan məclis deyil. Və ildə bir dəfə yığışırıq. Qaldır bir dənə Murat. Yox da nə qaqa, mən... Bir dənə də, bir dənə Murat. Qoz sözümü deyim, mənki elə bir ki... Yox, sözlü sonra deyərsən, qaldır birini Murat, sonra şirin olacaq. Qaldır, qaldır. Bir dəqiqə, mən ki deyirəm, biz oldu. Götür. Ayaqsa qalx, desən qəşən sözdür. Ay, mən işitsən deyirəm, bax qaqa, mən... Bir dənə vur, sonra dalga. Qoy mən biz onlarından. Yox, biz onu da sonra çəkəcək. Onun da vaxtı var. Götür, qaldır Murat. Ayaq üstə. Qaldır. Ürəkli olum. Ayaq üstə qalx. Ayağa durma. Belə ol, həmişə rahat ol. Belə ol, bəli. Sarı da deyim. Buyur. Ürəyin nə istəyir denə. Əziz dostlar, həmişə belə bir ortamlarda bir məsəl deyirlər ki, dost sözü heyzəyə bölünmür. Amma mən bu fikirlə razılaşmıram. Çünki dost elə bölündükcə bərkiyir. Çünki sirrini dostunla bölüşürsən, dərdini dostunla bölüşürsən, əlində olan son tükəni dostunla bölüşürsən və bunun özü bölüşmək deyil, nədir? Ona görə də, əziz dostlar, mənim atam həmişə mənə bir söz deyir ki, o söz mənim heç vaxt yadımdan çıxmaz. Deyir ki, dost dar gündə yox, xoş gündə tanınır. Dar gündə sənə əlini uzadan çox olar. Sən buna heç vaxt aldanma. Əsl dost odur ki, sənin xoş günündə ən azından öz uğuru kimi sevinsin. Yaşasın bizim kimi mehriban dostlar. Sağ olun. Sağ olun. Mən Allah dinlə için axırış. Yaxşı. Eba deyil də, buna hazır olun da, nə bilim, elə biraz su kimi içirəm. Əsas çətiri bilinəcəkdir, sonra düzələcək. Sonra rahat. Şöyle, həladır. Rahat. Dağdan
Anamın gözleri yoldadır birce gümanı. Birce mənə qalmış gümanı. Açmır da, açmır. Az bir dəqiqə deyən də götürmür də, bəlkə telefonu sönüb. Nətər sönür? Bir ay Qasım görmürsən, çağırır. Sönsə çağırmaz da. Amma açmır. Az o qədər danışırsan ki, başımı da itirmişəm Qəmər. Canım üçün başımı itirmişəm. Deyirəm bəlkə kimləsə dalaşır Qəmər. Heç də istəmirəm. Bir dənə açsın, bir dənə alo desin. Bilim ki, bax alo deyir, sağ salamatlı sonra ad boy versin. Tələsmə də, tələsmə. Bu dəqiqə cavab verəcək, tələsmə. Açmır hə? Yox, açmır. Açmır. Ürəyim partlayacaq mənim. Açmır. Ürəyim partlayacaq. Nədir? Qasım, birdən uşaq uğurlayanlar, Kimi? qoşunu. Yox, nə uğurlamaq? Onu uğurlasalar da 3 gündən sonra gətirib qoyacaqlar həmən yerə. Yox, uğurlamaq məsələsi deyil. Niyə? Nə olub mənim oğluma? Gül kimi uşaqdır. Boyu, buxunu, yaraşığı, qabiliyyəti, danışığı, gül kimi də anası. Nətər? Gül kimi anası? Hə. Səni qoyarsan elə ancaq özü tərifləyəsən. Gül kimi anası. Deyən görüm bir də yığım. Bəlkə səs sizə qoyub eşitmir, hə? Bəlkə ola bilər, telefonun səsini alıb eşitmir. Nə bilim, hər şey olar, cavab vermir. Bəlkə görəndə yığacaq. Nə fikirləşməyi bilmirəm, nə fikir... Allah! Götürdü? Bəli. Bax işte, başqasına səhv düşmüş. Sən nətər başqasına düşə bilirsən? Dalbadal eyni şeyi yığmırsan. Başım itib də, baş qalıb məndə, baş qalıb məndə. Aman qurban götür də, lan çərrədik burada. Otur danış. Mən sizə dedim də, buna bu qədər vermək lazım deyil. Otur, qardaş, otur. Qoşqar, otur. Burası sənindir. Sakit ol. Süpersin! Camura! İşə düşdük biz. Süpersin oradadır, deyirəm, gəlsin buna. Abi salfetka ver onun ağzını silin. Sil onun ağzını, sil onun ağzını. Ne olur mənim ağzıma? Sil ağzını. Ne mağına ne olur? Bir dənə, bu qədər. Yok, hep sen bu boyda kişisinde sen bana üstünü niye deyirsən ki bunun ağzını? Səhv elədim, yaxşı, otur. Sən deyəndir. Neden? Yaxşı. Sen ödeyirəm, buna kurban olur. Bak sen... Ne bileyim güçlü mən idim da. Sen məktəbin en güçlüsü buydu. Qoşqar, boşva dönüb otur aşağı. Sen de sakit dur da gözə iskil ailəsində ilişmə ona. Ya bax. Vay. Deyirəm qış olsaydı xəngəl yeyərdik. Biz beləyik də, qışda deyirik, yay olsun doğramaz yeyək, yayda çatan kimi deyirik qış olsaydı xəngəl yeyərdik, xaş yeyərdik. Ömrümüzdür gedir ha, gündür gedir ha. Özümə yer tapa bilmirəm. Qasım, Allah axşam oldu, bir dəfə də yığ gül götürəcək. Tam mənim bağrım çatladı. Kim götürəcək? Kim götürəcək? Qoşun. Bu çox rahatsan, heç nigaran qalmırsan, yox mu? Qəmər, bilirsən nə var? Mən bilirəm o telefonu nöş götürür. Niyə? Çünki sən ona pis öyrətmirsən həmişə. Hə? Sən onu həmişə ona yığmısan ki, mənə bax, soyuqdursa əynivə pencə yata, açsansa çörək ya, uşağı anca telefonda idarə eləmirsən, o da qorxur da cavab verməyə. Bilir ki, nəsə deyəcəksən. Elə oldu. Elə oldu. Bax, məndə oldu. Nə bilirsən, bəlkə elə sənin zəhmindən qorxub açmır. İndi açacam, dədəm məni danlayacaq, ola bilməz. Yox. Yığ sən canın Qasım, onsuz bağrım çartlayır, hava da qaraldısa, lap səbrim kəsilir, yığ görüm. Allah ölənləri rəhmət eləsin. Mənim rəhmətli atam həmişə deyərdi ki, arvadın sözünə qulaq as, amma həmişə öz bildiyi verə. Mən sənə qulaq asım, gərək öz bildiyimi Ay Qasım, indi dalaşmağın yeridir. Ta gedib də, nəsə bir şey fikirləşməyə lazımdır. Mən ürlərəm səhərə qədər. Ma bax, peki kəraməti götürüb gedəsən Bakıya? Yox. Kəramətə yaxın düşmək olur. Yaxınlaşan kimi dilgənlər də oynayaq. Keçən dəfə Allah ölənləri rəhmət eləsin. Əl olsa yox idi. Qonşu. Onun yaşında molla deyir ki, yeməyimizi yediksə,
Yavaş-yavaş dağılışaq. Deyir ki, tələsmə, hələ yiyən var, boşluqdur. Gəl bir təs narda oynayaq. Mollaya deyir, ölmüşəm ta gülməkdən. Sən narahat olma, mənim Bakıda elə adamlarım var ki, mən bu dəqiqə onlara yıxsam, Bakını ələk-vələk eləyib o uşağı tapacaqlar. Mən sənin söz deyirəm. Lazım olarlar bunu dənizin deşiyindən taparlar. Nədir? Mən səni tanıyandan ay Qasım, sənin elə Bakıda elə qohumların var. Amma biri bir dəfə üzə çıxmadı. Birini bir dəfə görmədik. Biri bir dəfə bir işimizə yarımadı. Kimin? Bizim. Hansı işimizə yarayıblar ki? Görmüşəm hələ sənin də qohumlarımı, sənin də tanışlarımı. Mənim qohumlarım heç zad eləməsə də, heç olmasa mən yalandan ağız dolusu tərifləmirəm ki, ay mənim qohumlarım belə, mənim qohumlarım belə. Sakitcə kirmişsən, durmuşam yerimdə dana. Bizimkilərə bax amma, dayoğlu Telman keçində də toğular sən dərman göndərmədi. Çünki ondan qabaq 5 manat sənəm pul almışdı. Onu örtbastır eləmək üçün göndərdi. Sən tərbəsin. Yox, yerə qara gözümüzə aşıqdır. Telman durduq yerdə bizə dərman göndərəcək. Götür yığ da, tay, götür yığ. Açmırdı. Allah! Açdı? Bağışla bacı, bağışla. Sən nəyə basırsan, nə orada? Nə bilim, eyni Başlara niyə düşürsən ki sən? Qasım, bir dənə ciddi bir salət deyim, bayaqdan lağlağı çalmışımdır. Deməli, atamla mən girmişik toya. Ay, bir yerlə dədəmə deyirəm, dur oyunu oynamır. Bir yerlə deyirəm, dur oyuna, sənin zamanlıqda oynamağını zadını görmüşdüm, mən dədəm geçə oynamağımı. Qaçdım, deyirəm, dədə, niyə oynamırsan? Deyir, mən oynasam, toy yarım çık qalar. İndi söz vaxtına çəkər. Gəlin, indi biz də bunu içək. Yəni deyirəm, gəlin ofturkanı boşaldaq ki, sonra ofturka yarımçıq qaldığı üçün bizdən kütməsin. Sağ ol. Sən vurubsan, sən vurubsan, sən bayaqdan vurubsan. Əlində heç nə yoxdur, qoş var, əlində. Sağ ol. Götürün. Sən vurubsan, sən biraz çox içdin. Mənə çatmadı. O birisində içərsən, bayaqdan çox içibsən. Yox, mən... Sən üçün bəsdir, qoş. Mən normalam, mən... Nəsə? Mən eşəm, mən özümü şirkət edirəm. Şirkət nədir? Şirkət nədir? Mən özümü ilə... Tapacaq. İradə. Nə deyir bu? İradə. Sən bu çəkişmədən. İdarə. İdarə edirəm. Özümü idarə edirəm. Hələ var. Mən nə tutmuşsun? Rumka əlimdədir. Siz içsiniz. Getdik. Sağ ol. Qarşıdan gələn Noruz bayramın var. Sağ ol. İşə düşmüş. Sağ ol. Day vur da. Sən 2 dəfə ona vurdun ha, sən 2 dəfə vurdun ona. Buraya sən nətər, elə bilirəm, heç də getmir. Bax, elə tutsun məni. Mən sizdən mani olmurasın, mən burada bir holi atım. Şimdi o. Hay? Şimdi o. Bir balaca. İmkan varsa biraz səs kimi sallayayım. Sağ ol. Gelənlər qaldıracaq, şimdi o. Üstün örtün yatsın. Yox, üstün örtün yatsın. Yox, məndən tutsan, məndən tutsan. Yox, məndən Səlamı da qoy başa. tutsan, mən yəni qala bilərəm. Rahat yat, narahat olma. Sənsiz də əladır, şimdi o. Yeniniz mübarəqiniz. Sağ ol. Neçə belə bayramlara. Sağ ol. Üstünə soyuqlayalım. Ayılacaq idi, başlayacaq idi. O niyə Rubinik söndürdü o, su getdi. Gözlərində tanış deyil, mən heç kəsi sevməmişəm, sənə deyən yanlış deyil. Ürəyim fikir ya, ay Qasım. Uşaq harda qaldı, gəlib çıxmadı, qonaqlıqları qutarmadı bunların. Gələrdir, uşaqdır da, nə olub bəyim? Qapıda kimsə var? Kim yox? Kimsən? Kimsən ay bala? Bay, qoşu! Maman qurban, qoşu, nə varsan? Niyə içəri girmirsən? Nə olub? Bacı, axşamınız xeyir olsun. Çox söz istəyirəm. Bura kim gedib bayaqdan çıxmır?
Ay qoşu, bacı nədir? Mənəmi, qadan alım, mamanami, qəmərəmi, qəmər. Qadan alaram. Niyə bugün də sən gəl gedək evə, gəl gedək uzanaq, gəl. Aşırsan, neysən? Mən çox istəyirəm. Anam idi də, anam o. Ay qızım, məni tanımır bu. O bir dənə bir yerə dur, ana, bir dənə. Bu papaqlı kişi kimdir? Dədən, dana, Qasımdır, dədən. Bu nə danışıqdır? Dedem. O nə üzr istəyirəm? Qodis. Axşamınız xeyir olsun. Axşamın xeyir olsun. Çox istəyirəm. Siz mənim rəhmətli dədəmə oxşuyorsunuz. Olar mı sizi sən mi kaptan öpüm? Qəmər, onu götür yığışdır buradan. Get gir yer və səhər danışarıq. Geri. Qadan alaram. Niyə bu günə qoymusan sən? Gəl gedək uzanaq. Yox, Gəl. buna gələcəm, buna gələcəm. Qadan alım. Yaxşı da dədən deyil. Yox, bir dakika, bir dakika. Duracaq bizi. Bir dakika, bana söz olar, xahiş edirəm, indi deyilsin. Çünki mən səhər rayına qayıdıram, ha. Apar onu sal yerinə. Estağfurullah, mənim dalımca burada çıxıb söhbət eləyim. Həmin adam məndən izin. Yaxşı da qoşun, sabah Apar danışarıq. onu sal Gəl. yerinə. İstəyirəm, əlboş gəlmişəm, bunu hələ Get gir içəri. Nədər? Get gir içəri. Get içəri də, keç içəri, gərək şapalağı ilişdirsin, keç dana. Sən çox fikir vermə, əsəbləşmə. Vay. Allah sənə rəhmət eləsin, ay dədə. O vaxtı mən bir daha belə içib gəlmişdim. Dədəm mənə nətər şapalaq qoydusa, düz bir ay onu danışdırmadım. Amma indi başa düşdüm ki, valideynlər övladlarını belə görəndə nə əziyyətlər çəkirmişlər. Amma yaxşı ki, o şillərini vur deyil mənə. Odur, budur, mən bir də o səhvi indiyə kimi təkrarlamıram. Eybi yox, qoşu. Mən səninlə səhər danışaram. Uşaq gələcək, indi danlayı vermə. Ta olan olub da, çıxıb gəlib. İndi deyəsən yenə xətrinə dəyəcək, heç nə demə. Sənin işin yoxdur, sən çörəyi ye, mən bilirəm mən onunla nə danışacağım. Gəl mamam boya qurban olsun, gəl. Tünd çay iç, tünd çay. Sabahın xeyir dədə. Sabahın xeyir. Qoşqar. Çörəyi ye, amma qulağın məndə olsun. Sən bir də dünənki kimi içib o qapıdan içəri girsün, heç vaxt o qapını açıq görməyəcəksən. Söhbət o həyətdəki dəmir qapıdan getmir, o açıla bilər. Mənim ata kimi sənə olan sevgimin qapısından gedir, oğul. Ola bilər mən sənə bahalı ev göstərməmişəm, bahalı maşın göstərməmişəm, bahalı villa göstərməmişəm. Amma mən sənə ondan da bahalı açıq alnımı, qabarlı əllərimi göstərmişəm. Ola bilər də dostların da deyər, iç, köfələ, yaxşıdır. Amma içməmişdən qabaq birinci valideynlərini fikirləş. Valideynlərini düşün, bil, onlar nələr çəkir. Bir də içib bu həyətə elə gəlsən, gəlmə. Allah ölənlərinizi rəhmət eləsin. Allah ölənlərimizi rəhmət eləsin. Rəhmətli dədəm deyərdi ki, kişi valideynlərindən çox dostlarına bənzəyir. Sən də həyatda elə dost seçkinən ki, həmişə onlarla fəxr eləyəsən, həmişə yaxşı dostlarına bənzəyəsən. İndi get papağı qoy qabağıma otur fikirləş, gör mən nə deyirəm, nə demirəm. Mən sənə söz verirəm ki, mən bir də işçi içməyəcəm. Buna böyük dərs oldu. Mən bağışlayayım. Qadan alım, çay içərdin, nə iş olmasın? Yox, iştahım yox deyil, biraz havamı dəyişim.
Hemen bak. Gel bari. Mekan var. Gel. Geç oraya bir. Geç oraya bir. Koşu değil. Koşu. Şıpkalandı da. Laklıyır dedin ha. Öyle. Laklıyır. Ya, yaxşı. Gel otur yerine. Gel qadın alaram. Gel. Sen oğlum bensin. Çiv. Otur ha. Akroşka akra kimi çembirsen. Ama ne olur ha? Ova gelirsen gülle yığırsan ne olur? Aynen öyle. Koy bir. Daha metre asılsa bir de. Bir ye qadın alaram. Bir ye. Ne? Gazlı su içi limonla. Kuru nane. Üstümüzden geçti külek, üstümüzden geçti külek. Şanzara paçik eley. Biz mehriban aileyik, biz mehriban aileyik. Gelin dostlar deyip güley. Biz mehriban aileyik, biz mehriban aileyik. Gelin dostlar deyip güley. Biz mehriban aileyik. Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları. Sponsorlar Bomba Beloçka tumları, Şahs Electronics, Previta Vitamin Kompleksi, Permalit boyaları, Mebra Az Mebel elanları platforması.